Salam dəyərli iqtisadi sinif müəllimləri, mən Tural müəllim, Edukon müəllim, İqtisadi Riyaziyyat müəllimi. Bu günlərdə sizə miqyas sertifikasiya düşmə ehtimalı yüksək olan sevirə məsələlərini izahını verəcəm. Bu kimi videolar üçün bizim Instagram səhifəmizə, bizim sosial səhifələrimizə dəstək olmanızı gözləyirəm. Deməli, indi isə keçək sualların izahına. Başlayaq birinci sualdan. Birinci sualda, belə bir sualda, düzbucaqlının daxilinə radiusları 5 cm olmaqla bir-birinə bərabər olan iki bir-birinə toxunan çevrələr çəkilər. Deməli, bu düzbucaqlının bir perimetrini tapın. Deməli, əvvəlcə şəkil üzərində çəkək bunu. İki dənə çevrə çəkiblər və bir-birinə toxunar. Bunların radiusları eynidir. Radiusları hərəsi 5 cm-dir. Radius 5-dirsə biz bunu diametrə tamamlaya bilərik. Onda bir çevrənin diametri 10 olar. Bilirik ki, diametr radiusdan 2 dəfə çox olur. Əgər radiusumuz bura 5-dirsə, diametrimiz 10 olur. Eləcə də burada. Və artıq biz bu düzbucaqlının uzunluğunu tapa bilərik. Şəkildən də aydın görünür ki, düzbucaqlının uzunluğu diametrlərin cərinə bərabərdir. Yəni 10 üstəgəl 10, 20 cm. Düzbucaqlının enini tapanda, bax, diametrlər bir-birinə bərabər olur. Buradan diametr çəksək, düzbucaqlının enini bir dənə diametrə, yəni 5 üstəgəl 5 ona bərabər olduğunu görürük. Yəni, yadda saxlayırıq ki, uzunluq 2 diametrin cərinə bərabər olur, en isə bir dənə diametrə bərabər olur. Perimetr düsturunu da bilirik ki, düzbucaqlının perimetrini tapanda uzunluqla eni toplayıb 2'ye alırıq. Deməli, 2'ni vuracağıq 10'dan 20'nin üzərinə, 2'ni 30'a vuranda cavab 60 edir. Belələ bu sualın düzgün cavabı 60'dır. İndi bu sualı belə bir düsturla da tapmaq olar. Yəni, vaqiyyəti dedim sizə, 2 çevrə çəkəndə, bax, perimetri belə bir düsturdan tapa bilərsiniz. 12 vurulsun radius. Yəni, birbaşa istəsək, baxın, radiusumuz 5'dir, bu qısa yollarda eləyə bilərsiniz. 12'də 5'e vuranda 60 ilə gələcəklər. Dəyərli iqtisadi sinif müəllimləri, indi isə belə bir sualın izahına baxaq. Kvadratın daxilinə çevrə çəkdilər. Kvadratın perimetri ilə çevrənin radiusunun cəmi 36 cm oldu. Bu kvadratın sahəsini tapın. Gəlin şəklimizi çəkək, kvadratı çəkirik və onun daxilinə bir dənə çevrə çəkirik. Və bu çevrəni çəkəndə görəcəksiniz ki, deməli, bax, bu kvadratın tərəfi 2 dənə radiusun cəminə bərabər olur. Yəni, tərəf radiusdan 2 dəfə çox olur. Başqa sözlə desə, elə bir tərəf diametrlə bərabər olur. Radiusdan 2 dəfə çox olur. Və biz bilirik ki, kvadratın perimetrin düsturunu tapanda tərəfi 4'ə vurur və 4 dənə tərəfin cəminə bərabər olur. Perimetr 4 olur. Və perimetri 4 alırsa, biz A-nı 2 radiusdan əvəzləyə bilərik. Deməli, perimetri 10'da olar, 8 vurulsun radius. Yəni, yadda saxlayın ki, kvadratın perimetri çevrənin radiusundan 8 dəfə çox olur. İndi təyin qılsaq, radiusu x götürək, perimetri 8x. Bunların cəmi 36-dırsa, yazırıq ki, x üstəgəl 8x bərabər 36. Buradan alırıq ki, 9x 36, x 4'dür. X 4'dürsə, deməli, onda kvadratın tərəfini tapanda 4'ü vurarıq 2'yə, kvadratın tərəfi 8 edir. Və kvadratın sahə düsturunu bilirik ki, a kvadratdan tapılır. Yəni, 8'i 2 dəfə öz-özünə vurarıq, cavab olar 64 cm kvadratı.